Salam əzizlərim. Bu günləri 24 may 2025-ci il bir gözəl qarmon çıxdı. Mənim əlimdən çıxartmışam, çox gözəldir. Bir dənə çalıb qoyuram internetə. Siz də baxın və bu qarmon satılır. Özdə münasib qiymətə satılır. Yaxşı olar ki, kim maraqlansa zəng eləsin 050 563 84 16 indi yazıb da YouTube'a qoyacağım. Qoy maraqlansın, gəlsin, alsın, özünə 100 illik qarmon düzəltsin. Bir dənə çalım, yoxlayayım, həm də qoyum internetə, hamı baxsın. Məncə bu çargah muğamının üstündə müxayət dimləyəndə, müxayət boynun əyəndə musiqisi elə bir kuplet bəstə, ona görə ki, musiqi çox olanda o məna da yaddan çıxır, həm də ki, bu çargah muğamın təzəliksən görürəm, bu tez, elə bir ki, stribitil fason çalır, onda bir musiqinin ki, ritmi gecikir, o musiqinin yağı gedir, qalır şoru. Heç bir vaxt muğamın özünün də ritmi var. Heç bir vaxt tələsik çalmaq olmaz. Onun hər birinin olsun ki, çargah muğamı qəhrəmanlıq muğamıdır. Seygah muğamı dinləniləsi gözəl muğamlardandır. Amma onu tez-geç çalmaq olmaz. Halqalla çalmaq olar. Şuru, məsələn, tutaq ki, lap seygahın özünü oxuyarlar, gözəl. Amma da bir şeydə ki, tələsdin, vay o tələsənin gününə. İş görəndə tələsmə, evlənəndə tələsmə. Var olun, sağ olun.